Dostlar, bu günləri sizin üçün bir mənzil təqdim edəcəm. Ola bilsin təmiri zəifdir, amma yerləşmə yerinə söz ola bilməz. Onu da deyim ki, dəyərli izləyicilərim, yəni mənzilin təmirinə görə də bu mənzilə qiymət qoyulub. Qiymət həqiqətən çox münasibdir. Diqqətlə videonu izləyin sonadək. Həqiqətən qiymət münasibdir, Allah xeyir versin. Qiyməti videonun sonunda deyəcəm, sənədlər də tam qaydasında qanuni 2 otaq 65 kvadrat Kiyev layihəli mənzildir. Bu mənzili 3 otağa çox rahatlıqla düzəltmək də mümkündür. Tam ətraflı videoda izah edəcəm inşallah. Diqqətlə baxın. Aygun Mall Ticarət Mərkəzinin yanında. Bakıxanov qəsəbəsinin mərkəzi, Bakıxanov Ticarət Mərkəzinin 252 nömrəli məktəbin yanı, mərkəzi yolun üstü, Neftçilər metro stansiyasına da belə deyim də hardasa bir 4-5 dəqiqəlik məsafəsi var. Geniş məhəllə, geniş həyəti var, maşın parkovkası üçün, uşaqların oynamaq üçün. Kiyev layihəli mənzillə qarşınızdayım. Bura mənzilin zalıdır. 20 kvadrat metrə yaxın ölçülərə sahib geniş bir dənə zaldır. Videoda görürsünüz. Təmir zəifdir. Görürsünüz, mənzilin polu da yoxdur. Pəncərələr plastikdir. Yəni iş görmək lazımdır bu evdə. Təmir işləri görmək lazımdır. İndiki bazarda da müştərilərimiz bilir ki, yəni bu cür mənzilin təmirli variantı qiymət 150 mindən yuxarıdır. Amma mən sizin üçün dostlar, bu mənzili elə bir qiymətlə təklif edəcəm ki, daha doğrusu ev sahibi mənzili elə bir qiymətlə deyir ki, həqiqətən almağa dəyər. Xeyirli olsun, digər otaqları göstərməyə başlayaq. Bura mənzilin dostlar, qapıdan giriş hissəsi. Yenə operatorumuz göstərsin. Sağda sanuzel, sanitar qovşaq ayrı-ayrılıqdadır, yəni bir yerdə deyil. Burada geniş bir dənə spalnisidir, yataq otağı. Hardasa belə deyim də 16-17 kvadrat metr ölçülərə sahibdir. Mənzilin daxili hündürlüyü də dostlar 2 metr 80 santimdir. İndi mənzilimizin mətbəx hissəsini bir dənə operatorumuzdan xahiş edək göstərsin. Mətbəx hardasa 14-15 kvadrat metr ölçülərə sahibdir. Pəncərəsi plastikdir və hər iki tərəfə baxışı var mənzilin. Həm məhəllənin qarşı tərəfinə, həm arxa tərəfinə. Mənzilin geniş bir dənə xol hissəsi var. Hardasa 6 metrəlik xol hissəmiz var. 11 metrəlik eyvan hissəmiz var. Eyvan hissəsi Aygun Mall Ticarət Mərkəzinə tərəf baxır. Pəncərələr burada da plastikdir. Onu da qeyd edim ki, dostlar, yəni bu hissəni mətbəx deyib, mətbəxin yerini də uşaq otağı eləmək mümkündür. Yəni bu hissə mətbəx də olsa, qanuni 3 otaqdan seçilmir. Dostlar, mənzilin qiyməti əvvəllər biraz baha idi, yəni qiymətli ev sahibi endirim eləyib. 135 min manatdan 120 min manata qiymət salıb. Allah xeyir versin dostlar. Sənədlər tam qaydasındadır. Mənzilin kupçası, texpasportu, bütün sənədləri var. Qazdır, işıqdır, sudur, daimidir. İstilik sistemi, dövlətin verdiyi istilik sistemidir. Sənədlərdə də heç bir problem yoxdur. Xeyirli olsun dostlar, videonu izlədiyiniz üçün təşəkkür edirəm. Nömrəmiz səhifədə var, istənilən vaxt əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.